söz demək istəyirəm. Bu bulağın tikintisində əziyyəti olanlara mən minnətdarlıq eləməyəcəyəm. Ona görə ki, Allah'ın verdiği mükafat benim dediğim minnettarlıktan kat kat üstündür. Odur ki Allah bu işlerde kimlerin zəhməti olubsa Allah özü onların mükafatını versin. Bir de ki bu uşaqlar bu bulaq təkcə bu 3 şəhidin adına yox, bu cəmi bütün şəhidlərimizin adına ucalan bir bulaqdır. Bizdə ümumiyyətlə məndə deyə bilərəm ki 5 ildir gülüş nə olan şeydir, mən hələ demək olar ki unutmuşam. Gülüş elə onun üçün deyil ki insan özün göstərsin, dişlərini ağartsın. Deyil, gülüş də bir sağlamlıqdır. Yəni mən həmin o gülüşü itirmişəm. Demək olar ki o gülüşü itirməklə hər hansı bir sağlamlığımı itirmişəm. Bunların hamısını mən qəbul edirəm. Nə deyim valla, mən yeganə evladımız olub Həsən ağa. Yenicə ailə qurmuşdu. Deyə bilərəm ki bizim ocağımız sönüb. Yəni sağ olun ki sizin kimi insanlar həqiqətən də deyir bir evlad itirmişsiniz, 1000 evlad qazanmışsınız. Bu həqiqətdir. Bu həqiqətən də bir həqiqətdir. Mən bugün sizləri özümə qardaş, evlad, xanımları özümə bacı bilərək yaşayıram. Yoxsa mən bunları dərk eləməsəm, bilməsəm mən bir gün də yaşaya bilmərəm. Odur ki mən xalqıma minnətdaram. Allah cəmi şəhidlərimizin şəhadətini mübarək eləsin. Mən də yoldaşımın sözlərinə qatılıram. Bu gün bu işi görənlərə sağ ol deyirəm. Deyə bilərik ki biz bu gün də yaşadıq. Çünki həyatda bizim, mənim də onun da məqsədi odur ki Həsən ağa üçün nələrsə olanda biz həmin günü yaşayırıq. Yoxsa həyat bitsin 20-ci ildən bu tərəfə yoxdur. Mən oğlumla fəxr edirəm. Amma nə qədər də fəxr eləsəm, şəhid anası kimi qəlbim həmişə yaralıdır. Harada bir Həsən ağanın adı çəkiləndə onda hiss edirəm ki, heç nə əvəzsizdir həyatda. Demək, bu gün bu işləri görənməklə bizə yaşamayı yaşadılar. Minnətdarlıq eləyirəm, sağ olun hamımıza. Bu işdə kimin əməyi olur, Allah köməyi olsun. Diyarda Fatma'da doğulub, Fatma'dan da əskər yedi. Fatma'yedin şəhid gəlir. Ne bileyim, Allah'a qurban olun. Əvvəldən elə çox dəcəl uşaq idi diyar. Can atırdı ki, elə müharibəyə geçsin. 94-cü ildə Ağdar evində şəhid oldu. Ne bileyim, bir şəhid anası mən fəxr edirəm ki, uşağım orada burada ölməyib, müharibədən şəhid gəlib. Mənim qardaşım da şəhiddir. İkisi 94'te gəliblər. İkisi də bir ayın içində gəliblər olan. Birbirinin qanını almağa gelmişlər. Amma ikisi də şəhid gəldi. Qurban olun Allah, nə deyim olur. Allah səbri versin bütün şəhid atalarına, şəhid analarına səbri versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu bulağı da tikənlərin Allah canını sağ eləsin. Allah başlarından töksün, sağ olsunlar. Yenə də bizim uşağımızı yaşadıblar burada. Bizim şəhidlərimiz bizim qürurumuzdur, bizim fəxrimizdir. Şəhidlərimizi yad etmək, şəhidlərimizi anım günü, vaxtı, tarixi mən düşünürəm ki yoxdur. Hər an, hər dəqiqə, hər saat biz onları yad edirik, etməliyik, borcumuzdur. Hər bir şəhidin yaxını, əzizi, həyat yoldaşı, xanımı, anası fəxr hissi ilə yaşamalıdır ki, onlar bizim bütün millət olaraq bizim ruhumuzu təzələdilər, yenilədilər. Əlbəttə ki, onların əziyyəti, onların xidməti sayəsində bizlər bugün varıq, bizlər bugün yer üzündə varlığımızı hiss edirik. Onların sayəsində. Ona görə hər bir əziyyəti keçən,
hər bir şəxsə özlərim minnətdarlığımı bildirəm. Hər kəsin haqqı, halallığın diləyirəm hər kəsdən. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhunu şad olsun. Onları yad etdiyimiz qədər onların ruhu şaddır. Onların qəbri nurla dolsun. Allah hər bir şəhid əzizinə, hər bir şəhid ailəsinə, ailə üzvünə, hər birisinə Allah'tan səbir diləyirəm. Şəhidlər olmaz, vatan bölünmez. Buradaki bu şəhidlərin, anaların, ataların qarşısında baş əyirik. Yəni, əgər onlar bizim qorunmasaydılar, biz indi bugün bu azad həyatda yaşaya bilməz. Yəni, mənim də borcum odur ki, yəni, bu insanlara ömrüm nə qədər çatsa, əlimdən gələni edir. Allah rəhmət eləsin. Bu torpağa qan tökmüşük, şəhid verib diz söymüşük, sanmasınlar biz ölmüşük, igidim var Azərbaycan.